Salam Hürriyyət TV izləyənlər, xoş gəlmisiniz. Kanalımıza abunə olub, videolarımızı bəyənməyi və paylaşmağı unutmayın. Hürriyyət qəzeti və Hürriyyət TV-nin baş redaktoru Vüqar Məmmədovun məhkəmə prosesinin keçiriləcəyi tarix bəlli olub. Hürriyyət.az xəbər verir ki, bu barədə baş redaktorun qardaşı Cəsur Məmmədov saytımıza məlumat verib. Onun sözlərinə görə, Vüqar Məmmədovun məhkəmə prosesinin hazırlıq iclası mayın 4-də saat 10:15-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Xatırladaq ki, Vüqar Tofiqoğlu Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham edilir. İstintaqın əlində olan yeganə sübut budur ki, güya Vüqar Məmmədov Veysaloğlu şirkətini şantaj edərək hər ay nə az nə çox düz 200 manat vəsaitin Hürriyyət qəzetinin hesabına köçürülməsinə nail olub. Halbuki, söhbət qarşı tərəfin müraciəti əsasında bağlanılan rəsmi reklam müqaviləsindən gedir və bunun qarşılığında saytımızda hər ay şirkətə məxsus ən azı 4-5 material dərc olunub. Üstəlik, Veysaloğlu bu müqaviləni yalnız Hürriyyətlə deyil, ölkədə nəşr olunan əksər qəzet və saytlarla bağlayıb. Bu faktın özü də ittihamın qondarma olduğunu ortaya qoyur. Bu baxımdan inanırıq ki, məhkəmə istintaqı ədalətli aparılacaq və Vüqar Məmmədov barəsində irəli sürülən qondarma ittihamlar rədd ediləcəkdir. Ona da inanırıq ki, bu məsələdə son söz cənab prezident İlham Əliyev və hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın olacaq. İnanırıq ki, dövlət rəhbərliyi Azərbaycanda azad söz carçısı olan, hər zaman həqiqətin yanında dayanan Vüqar Məmmədovun hansısa məmurların şəxsi maraqlarının girovuna çevrilməsinə imkan verməyəcək.